tarix, ədəbiyyat dərsində hekayələr var idi, ibrətamiz. Mən bunu dərslikdə yadımda qalıb, çünki mən bundan 5 almışam. Deməli, Qaçaq Kərəm olub, bir də İsrafil bəy. Bunlar ikisi də deməli, bir rayonda olublar. Ya Tavuzdur, əgər səhv eləmirəm, ya Qazaxdır, ya Tavuz rayonunda olublar. İkisi də bir-birinə düşman olub. Qatı düşman olublar, özü də elə bir düşman olublar ki, məqam axtarırlar ki, bir-birini öldürməyə ki, məqam üçün öldür, geziblər bir-biri üçün. Bir günləri Qaçaq Kərəm yatıb, dərslikdədir bu ya, milli mənəvi dəyərə bax. Səhər həyat yoldaşı yuxudan duranda, həyat yoldaşı yorğanda, şöyü yığışdıranda, bunun balışını qaldırıb görüb bir dənə patron. Deyib ki, patronun burada nə qoyumsan başına? Baxıb götürüb belə, deyib, bu patron mənim deyir. Deyib, bu patron mənim düşmənim İsrafil bəyin. Bu gecə gəlib məni öldürməyə. Yatıblar axı. Görüb ki, mən adam ağlamayı da tutur. Bu qədər mərdlik olar. Nə göy mərdlikdir. Bu gəlib məni öldürsün. Ancaq görüb ki, həyat yoldaşım mənim yanımda da ailəmlərəm. O öldürməyim məni. Bu patron daşını qoyub barışımın altına mənə işarə edib ki, öldürəcəydim səni, bağışladım ailəvə. Həyat yoldaşıma, uşaqlarıma ki, namərdlikdir ki, ailəvin yanında mən səni öldürüm. Sonra da bunun üçün gezir, harada vursun onu. Bu da gəlir, güdür onun qapısında gözləyir, bu düşməndirlər onsuz da. Görür ki, bu evdən çıxdı, atına tərəf gedir, atına binsin. Tuşlayır ki, nişan alsın. Bu məqamda İsrafil bəyin 3-4 yaşında olan bir qızı olur. Qaça-qaça gəlir ki, ata mənə də mindir ata. Uşağı götürəndə Qaçaq Kərəm qalxır ayağa. Deyir ki, İsrafil bəy, gəlmişdim məni öldürməyə, ailəmə görə hörmət elədin. Mən də gəlmişəm səni öldürməyə. Ancaq qızın çıxdı. Yəni, mən də eləyə bilmərəm bunu. Nə qədər hörmət olub? Bizim milli mənəvi dəyərlərimizdə, bizim yazılan məqalələrdə, romanlarda, tarixlə, dərsliklərimizdə bunlar olub bizim.